şəxsən münasibətimiz olan, şəxsən tanıdığımız və təhsil sahəsində dəyərli, faydalı əməyi olan, xidməti olan insanlardır. Ona görə də sizinlə bir arada görüşmək mənim üçün çox xoşdur və sevindiricidir. Toplanmamızın məqsədi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş 8-ci qrant layihədə iştirakımızla bağlıdır. Biz burada məktəb nominasiyası üzrə layihə təqdim etdik və bu layihə qalib oldu. Ona qrant ayrıldı Nazirlik tərəfindən. Layihəmizin adı interaktiv simulyasiya platforması üzrə tədris materiallarının tərcüməsi və praktik məşğələlərin təşkili adlanır. Burada qısa şəkildə bunun haqqında məlumat vermək istəyirəm. Əvvəlcə bu nədir, burada məqsəd necə oldu, necə bir ideya yarandı ki, biz bu layihəni hazırlayaq. 2023-cü ildə biz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin belə deyək də, sifariş əsasında Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təşkilatçılığı ilə bir təlimlər keçdik. Təbiət müəllimləri üçün interaktiv simulyasiya proqramlarından istifadə adlı bir təlim keçdik. Burada bir sıra çox faydalı proqramlar var idi və bu proqramları keçərkən orada kimya, biologiya, fizika, coğrafiya müəllimləri üçün həddindən artıq faydalı resurslar gördük. Hansı ki, məsələn, İngiltərə, Amerika və digər bir çox belə deyək də, xarici dövlətlərin təhsil təcrübəsini özündə əks etdirən bir orada vəsaitlər var idi. Bir sıra vəsaitlər var idi ki, həmin platformalarda onlar Azərbaycan dilinə tərcümə olunmuşdu. Biz onlardan istifadə edə bilirdik. Amma bir çox faydalı, belə deyək, mövzulara aid olan resurslar var idi ki, bizim müəllimlərimiz ondan istifadə edə bilmirdilər. Nəyə görə? Çünki, məsələn, material ingilis dilindədir və yaxud deyək ki, başqa bir fransız dilindədir. Və nəticədə bizdə belə bir fikir yarandı, formalaşdı ki, biz necə edə bilərik ki, bu layihədən tam şəkildə müəllimlərimiz istifadə edə bilsinlər və əslində bu layihənin bir təməli qoyuldu, bir ideyası yarandı və biz bu sahədə çalışan yoldaşlarla, dostlarla məsləhətləşdik və nəhayətdə belə bir layihəni ərsəyə gətirməyə çalışdıq və şükür ki, alındı. Beləliklə, layihənin məqsədi PET Colorado interaktiv simulyasiya platforması üzərində mövcud olan coğrafiya, fizika, biologiya, kimya fənninə, yəni təbiət fənlərinə aid olan həmin o elektron resursların Azərbaycan dilinə tərcümə edilməsi və sonradan onların praktik məşğələlər keçirilməsi, şagirdlərlə bu barədə müəyyən dərnəklərin yaradılması, həmin o resurslardan istifadə edərək dərslərin keçirilməsi və dərnəklərin yaradılması, bu istiqamətdə işlərin görülməsi olacaqdır. Layihənin davam etmə müddətini biz 5 ay olaraq düşünürük. Bu, oktyabrın 1-i, yəni 2024-cü il 1 oktyabr tarixindən başlanacaq və 28 fevral 2025-ci il tarixinə qədər davam edəcək layihə. Layihənin gedişatında, yenə təkrar edirəm, faydalılığı, istənilən bir layihənin, belə deyək də, əhəmiyyəti var, lazımlıdır. Bu layihənin daha çox faydalılığı ondan ibarətdir ki, layihə başa çatdıqdan sonra o görülən işlər həmin o platforma üzərində qalacaq. Və uzun illər bizim Azərbaycan təhsil sistemində fəaliyyət göstərən, istər şagird olsun, istər müəllim olsun, istər kimsə də, yəni o fənlərlə maraqlanırsa, bundan istifadə edib, belə deyək də, öz bilik və bacarıqlarını daha da artıra biləcəkdir. Biz burada bir neçə məsələlər var, indi mərhələlər barədə çox da danışıb vaxt almaq istəmirik. Qısa şəkildə mən layihənin məqsədi barədə və belə deyək, gedişat barədə sizə məlumat verməyə çalışdım. Bu haqda hələlik bu qədər və indi bizim burada çox dəyərli